İlahi Cəbrail mənə xəbər verib. Bu oğlumu Həsənə işarə eləyir. Zəhərlə öldürəcəklər. Bu birisi oğlumu da qılıncla öldürəcəklər. Deyir, Peyğəmbər bunu danışır, cəmaat ağlayır. İlahi, şəhadəti bu uşaqlara mübarək elə. Peyğəmbər deyir, Allahla belə münacat eləyir. Bunların qatillərindən öz bərəkətini götür. Deyir, elə ki, Peyğəmbər bu sözləri dedi, cəmaat başladı ağlaşmağa. Əgər biri Hüseynin ölməyindən, şəhadətindən danışır, biri də ağlayır, əza məclisi bənəcür olar. Elə ona deyərlər, Peyğəmbər roza oxuyur, sahabələr də ağlaşır. Peyğəmbər dedi, onlar da ağladılar. Ondan sonra deyir, Peyğəmbər baxdı, dedi ki, ağlayırsınız. Cəmaata deyir, ağlayırsınız. Amma Hüseynə kömək eləmirsiniz. Axı deyir, məni apardı, elə bil gördüm mən. Peyğəmbər danışır, deyir, ağlayırsınız, görürəm. Amma kömək eləmirsiniz. Ondan sonra başladı, həmin hədisi ki, eşidibsən, bir də orada oxudu. Enni tarikun fikumus səqəli. Mən gedirəm. Özümdən sonra 2 dənə qiymətli əmanət qoyuram sizin içərizdə. Biri Allah kitabı, biri də mənim itirətim. Bax, bu hadisələr, bu hədislər, bu tarixlər bizə deyir ki, Hüseynin şəhadətindən qabaq Hüseynin barəsində əzadarlıq eləyiblər. Hüseynin şəhadətindən danışıblar. İmam Həsən əleyhissalam axır saatında, elə ki, axır nəfəslərində, saatlarında İmam Hüseyn ağanı aldı qucağına, baxın tarixlərə. Bütün tarixlərdə yazıblar. Hər yerdə İmam Həsən əleyhissalamın axir saatin şəhid olmağın yazıblar, bunu da orada yazıblar. Ki İmam Hüseyn ağanı aldı, bastı bağrına, bir cümlə dedi, ağladı. Dedi, la yevməkə yevmikə ya Əba Əbdillah. Düzdür, mən zəhərlənmişəm, düzdür, mən şəhid oluram. Amma heç gün sənin günüvə çatmaz. Heç gün sənin günüvə çatmaz. Roza məclisi ilə belə olar da. Buna deyərlər roza məclisi. İmam Həsən əleyhissalam deyir, ağlayır. Bir dənə də mətləb, yenə mən çox yazmışam, onları keçirəm. Həzrəti Əli əleyhissalamın barəsindədir. Əli əleyhissalamın barəsində Əbdullah ibn Qeys deyir bu sözü. Deyir, Siffeyn müharibəsində mən gəldim Həzrəti Əli əleyhissalamın məhzərinə. O vaxt gəldim, çatdım ki, düşman suyun yolun bağlamışdı. Fəratın suyu, axır çöllərə. Onu alıblar həsrə ki, bunların əli suya çatmasın. Müharibədir də. Deyir, Əli əleyhissalam belə bir halda buyurdu sahabələrinə, bir iddə hazırlaşsın, geçsinlər, suyun yolun açsınlar. Deyir, bir iddə sahabələrdən hazırlandılar, düşdülər yola. Getdilər müharibə, amma nəticə almadılar. Onları oradan uzaqlaşdıra bilmədilər, suyun yolunu aça bilmədilər, qayıtdılar, gəldilər. Deyir, onlar ki, bu cür gəldilər nəticəsiz, İmam Hüseyn əleyhissalam cavan oğlan idi. Deyir, durdu ayağa, dedi ki, ya əmirəl-müminin, icazə verirsən mənə, icazə ver, mən gedim bu məqsədə